Sabahınız xeyirli olsun əziz tamaşaçılar. Ölkə və dünya gündəmində olan ən son xəbərləri mən Tərlayna Abdullayeva diqqətinizə çatdırıram. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib. Fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda Sülh Şurasının ilk iclası təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Trumpın dəvəti əsasında tədbirdə iştirak edib. Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclası beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycanın dövlət başçısının tədbirdə iştirakı rəsmi Bakının qlobal sülh təşəbbüslərində artan rolunun bariz nümunəsi kimi dəyərləndirilir. Azərbaycan Respublikası həmişə beynəlxalq sferada xüsusi çəkiyə malik bir dövlət kimi bir çox layihələrdə, bir çox platformalarda özünün xüsusi dəstxətti olunur. Və bu da onunla əlaqədardır ki, Azərbaycan Respublikası bir dövlət olaraq, bir suveren dövlət olaraq, bir güc malik olan dövlət kimi həmin məsələlərin həllində, xüsusən də sülhlə bağlı olan bütün layihələrdə, bütün platformalarda həmişə aktiv çıxış etmək istəyən bir dövlət. Hər iki Vaşinqton görüşü bir daha göstərdi ki, Azərbaycan artıq regional deyil, eyni zamanda beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi çıxış edir. Ölkəmizin təşəbbüsləri təkcə regionun deyil, daha geniş coğrafiyanın təhlükəsizlik arxitekturasına töhfə vermək məqsədi daşıyır. Son vaxtlar dünyada gedən siyasi proseslər, o cümlədən çox çətin və mürəkkəb geosiyasi şəraitdə Azərbaycan dövləti müstəqil xarici siyasət həyata keçirir. Qeyd etmək lazımdır ki, 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması Cənubi Qafqaz regionunda yeni geosiyasi reallıqların yaradılmasını şərtləndirmişdir. Bu, Azərbaycanın milli maraqlara əsaslanan xarici siyasəti nəticəsində əldə edilmişdir. Bununla yanaşı, Azərbaycan təkcə regionda deyil, qlobal dünyada da baş verən sülh və təhlükəsizlik arxitekturasının təmin olunması istiqamətində keçirilən tədbirlərdə iştirak edir və Cənab Prezidentin bu istiqamətdə etdiyi çıxışlar çox diqqətlə izlənilir və hörmətlə qarşılanır. Sülh gündəliyinə sadiqlik, praqmatik diplomatiya və açıq dialoq Azərbaycanın xarici siyasət kursunun əsas istiqamətləridir. Bu kurs Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirir. Ayşə Əliyli, Teleradio Akademiyası. Rəqəmsal texnologiyaların sürətli inkişafı sosial şəbəkələrin gənclərin həyatında rolunu daha da artırıb. Mütəxəssislər bildirirlər ki, nəzarətsiz istifadə həm akademik göstəricilərə, həm də psixoloji vəziyyətə təsir edə bilər. Mövzu ilə bağlı hazırlanmış süjeti təqdim edirik. Müxtəlif araşdırmalara əsasən, gənclər gün ərzində orta hesabla 4-6 saatını sosial şəbəkələrdə keçirir. Bu göstərici xüsusilə tələbələr arasında daha yüksəkdir. Bəs bu rəqəmlər reallıqda necə görünür? Telefondan istifadənin tələbələrin dərs prosesinə və asudə vaxtına təsirini gəlin onların özündən öyrənək. Əvvəlcə belə baxanda telefonun mənim üçün həm müsbət, həm də mənfi cəhətləri çoxdur. Müsbət cəhətləri odur ki, mənim təhsil həyatımda mənə çox kömək edir. Lazım olan məlumatları buradan elektron formada, PDF-lərdə dərsləri əldə edə bilirəm. Daha sonra müsbətlə əlavə mənfiləri çoxdur ki, vaxtım çox gedir. Telefon həyatımıza təsirini bir də başa sala bilərəm ki, mənim üçün şəxsən böyük bir təsir var. Çünki bugün günləri sosial şəbəkələrdən demək çox istifadə edirəm. Məsələn, TikTokdur, daha sonra Instagramdır. Bunlardan da əsasən məlumat xarakterli istifadə edirəm. Mütəxəssislərin fikrincə, nəzarətsiz və uzun müddətli istifadə asıllıq riski yarada bilər. Mənə müraciətlərdən birində yeniyetmənin özünün etirafına görə mən 1 saatlıq telefonu nəzərdə tutmuşdum ki, götürəcəm, amma bir də baxdım ki, artıq 9 saatdır mən bir oyunu oynayıram və artıq yorulduğumu hiss etdim, amma telefondan yenə ayrıla bilmədim. Əlbəttə ki, bu həm akademik göstəricilərinə, həm insanlarla ünsiyyətinə, bir-biri ilə olan, belə deyim də, bir-birlərinə olan marağına, həm yeniyetmələrin, həm gənclərin mənfi təsir edir. Yuxusuzluq problemi yaradır, demotivasiya yaradır, ertələmə problemi yaradır. Sosial şəbəkələr gənclərin gündəlik həyatında mühüm yer tutsa da, psixoloqlar balanslı və nəzarətli istifadənin vacibliyini vurğulayır. Aytac Ələsgərova, Teleradio Akademiyası. Novruzda ən maraqlı adətlərdən biri də Yedis ənənəsidir. Bəs görəsən şəhər sakinləri bu ənənəni nə dərəcədə tanıyırlar? Gəlin birlikdə süjetimizi izləyək. Salam əziz tamaşaçılar, bilirsiniz ki, Novruz
bayramı yaxınlaşır və artıq sabah Qul çərşənbəsidir. Bizimsə bununla bağlı şəhər sakinləri arasında maraqlı sorğumuz oldu. Gəlin görək onlar bu sualı necə cavabladılar. Novruz bayramında süfrəyə 7 S hərfi ilə başlayan nemət düzülür. Sizcə bunlar hansılardır? Süfrənin özü birinci. Süfrə, səməni, su. Tam sen olacaq. Bəli. Ay ya, aynen bu gün. Puluk sığındı. Yapalı o da sığındı. Görə Novruz bayramında bayram axşamı süfrəyə 7 S hərfi ilə başlayan nemət düzülür. Sizcə bunlar hansılardır? 7 S hərfi ilə başlayan nemət. Yəni Hə. nemət. Hə, nə qoyma olar Bəli, səhər? bəli, bəli. Mən dedim başa düşürəm. Hə, Yurdan indi səmənidən başqa elə sizin özünüz dedi, səməni. Sudur, süddür. Hava doyulan nimetlerden şeker vurur. Gördüyünüz kimi fikirlər müxtəlifdir. Onlar bir Novruz bayramının nemətlərini sadalasalar da öz fikirlərinə uyğun sualı cevablamağa çalışdılar. Görünən odur ki, bu qədim rituallar bəzən müasir süfrələrin parıltısında kölgədə qalır. Bəs əslində 7S nədir və hansı nemətlər əhatə edir? Qədim adət-ənənəyə görə bayram süfrəsində adı S hərfi ilə başlayan bu 7 nemətin olması mütləqdir. Bunlar səməni, sümbül, sarımsaq, sumaq, sirkə, süd, səbzə, bəzi bölgələrdə bu siyahıya sincid, idə əlavə olunur. Süfrəniz hər zaman bol, bayramınız mübarək olsun. Növbəti süjetimiz akademik Tofiq Hacıyevin həyat yolu və yaradıcılıq nəsri olunur. İnsan dünyaya gəlir, yaşayır və dünyadan gedir. Bir gün yaşayan, bir gün əbədiyyatı qovuşur. Torpaqdan yaranan torpağa qayıdır. Xoşbəxt o insandır ki, həyatda özünə məxsus iz qoyub gedir. Tarixdə əbədi iz qoyan, əbədi ömür qazanan belə şəxsiyyətlərdən biri də Türk dünyasında, dünya dilçiliyi elmində özünə məxsus yer tutmuş Tofiq İsmailoğlu Hacıyevdir. Tofiq müəllim 1936-cı il may ayının 1-də Cəbrayıl rayonunun Sultanı kəndində dünyaya göz açmışdır. Hələ sağlığında özünün elmi məktəbini yaratmış alimlərdən olmuşdur. Təsadüfi deyil ki, Tofiq müəllimi Türk dünyasında hocaların hocası adlandırmışlar. Adı ailəmizdə daim hörmət və ehtiramla yad edilən Tofiq müəllimin 2015-ci ildə faciəli ölümü Türk dünyamızın, dünya dilçiliyi elmimizin ağrısı olmuşdur. Görkəmli və cənab professorumuz Cahangir Məmmədlinin onun haqqında dediyi sözləri yadıma salmaq istəyirəm. Alim itkisi ağır olur. Bir alim ki, bütöv bir xalqın, bütöv bir millətin sidq ürəkdən qəbul etdiyi, sevgi və hörmətlə xatırladığı birisi olsun. Onun ölümü elmimizin parlaq bir işıqlı sonradır. Filologiya fakültəsinin görkəmli müəllimi əzizimiz Qızıl Yuxanın sözlərini kəsərək eldən getmədi, eldən getdi. Ruhu şad, mekanın cənnət olsun əziz alim. Çok büyük aile, çok büyük insan, çok büyük şahsiyet. Tələbələrə can yandıran, tələbələri sevən, tələbələrin qayğısını çəkən insanlar idi. O cümlələrdə gördükləri. Tofiq müəllimin cəsarəti, Tofiq müəllimin dəyanəti imkan verdi ki, bütün bu hadiyələrin də üstündən o keçib özünü təsdiq eləməyə bacardı. Tofiq müəllimin əsərlərində, məqalələrində ilk bir cümlə yoxdur ki, kimsə onu götürüb kitab kimi istifadə etməsin. Tofiq müəllim həmişə savaşın arxasında dayanır.
Bu da bir münasebe. Ve onun elinden tutup mütləq onun arkasınca gidiyor. Ki o uşaq gələcəkdə özünə bir yer tapsın. Tofiq müəllim sözünü istəyir. Sözünü istəyir. Hər yerini sözü keçirir. Sonda isə hava xəbərlərini həmkarım Elsa Abdullayevanın təqdimatında izləyək. Hazırda paytaxtın mərkəzindəyik. Hava şəraitinin mülayim görsənməsinə baxmayaraq sabahdan etibarən kəskin dəyişəcəyi bildirilib. Bu haqda ətraflı Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın dinləyək. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin sabah 24-də yarımadanın bəzi ərazilərində çiskinli olacağı ehtimal olunur. Mülayim şimal-qərb küləcək. Havanın maksimal temperaturu 7-9 dərəcə isti olacağı gözlənilir. Bölgələrdə də bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunacaq. Əsasən gecə və axşam saatlarında yağıntıların qısa müddətdə intensivləşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Mülayim qərb küləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 8-13, dağlıq ərazilərdə isə 3-8 dərəcə isti olacaq. Bugünə çatdıracağım xəbərlər isə bu qədər. Sağlıqla qalın. Bizi izləməyi unutmayın.